İran siyasi böhrana tərəf sürükləyir. Zaten İran iqtisadi cəhətdən böhranda boğulmuşdur. Bu böhrana ciddicə nişanələr var. Məsələ, Bərcam sonuçsuz qaldı. Atom enerji orqanı İrana qarşı hətta bir qərar geçdi. İndi Amerika bölgədə Ərəb ölkələri ilə İran qarşısında müdafiə sistemi vermək üçün müzakirə edir. Hətta xəbər gəlir ki, Amerika və Avropada İran müxalifətləri ilə fərqli formada danışırlar. Ən sonu önəmlilərdən Amerikanın bombardıman uçağı B-52'lər Körfəzin üstündən uçdular və bir hərbi təhdid kimi İrana mesaj göndərdilər. Durum həqiqətən düşünməli bir durumdur. Yine de o ciddi soru karşımızdadır. Azərbaycanın və Türk Milli Hərəkatının hazırlığı bu böhranla qarşılaşmağa nə qədərdir? Vəziyyətə baxdığımızda durum əlbəttə ki arzu olan kimi deyil. Təşkilatlar var, amma zəif. Medial cəhətdən də vəziyyətimiz xoş deyil və xalqla əlaqəyə girmə də o cəhətdən zəifdir. Mövcud medialarda təəssüflə Azərbaycan və ya İranda Türk xalqına yönəlik deyil, bəlkə yalnız müəyyən şəxsləri və ya müəyyən təşkilatları təmsil edən bir mediadır. Yəni sadəcə xalqımızın hərəkatına bir dar pəncərədən baxmaq mənasındadır. Bu arada amma var olan güclərin bir arada olması, var olan güclərin birləşməsi, bir çatı altında olması, müəyyən dərəcədə Azərbaycan və Türk xalqı bir müəyyən adresi olması çox önəm daşıyan faktorlardan biridir. Başqa deyişlə, bugün Türk xalqının və Güney Azərbaycanın siyasi gücünün toplanması və birləşməsi həyati rol oynayan bir faktora çevrilmişdir. Acaba ümumiyyətlə İranda Güney Azərbaycanın və Türk xalqının gücünü bir araya gətirmək və bir adın altına yığmaq mümkünmü? Bildiyiniz kimi Türk Milli Hərəkatının fərqli baxış açılarıyla İranda Türk məsələsinə çözüm arayırlar. Bir kəsim istiqlaliyyət vasitəsilə, bir kəsim federalizm vasitəsilə, bir başqa kəsim başqa türlü. Amma hər halda bu fərqli kəsimlərin hamısı Türk xalqının milli kimliyinə, varlığına, milli dilinə, türkçəyə inanan və Türk xalqına hüquq və haqq qazandırmaq üçün çalışan kəsimlərdilər. Amma fərqli baxış açılarına görə fərqli formalarda təşəkkülləniblər və ya təşəkküllənməyiblər. Bunların hamısını bir araya gətirsək, iki kateqoriya yaxınlaşma olar. Türk aktivistlər və ya təşəkküllər ki, istiqlaliyyət vasitəsilə Türk xalqına haqq qazandırmaq istəyirlər. Bir kəsim isə əlverişlilik və olasılıq əsasında düşünərək İran içində Türk xalqına haqq qazandırmaya çalışırlar. Əsas sual budur. Əcəba bu iki kəsim bir birlik, bir çatı və bir araya gəlmək mümkünmü? Mən bu iki kəsimin bir araya gəlməsi və bu iki kəsim arasında birlik yaratmaq üçün fikrimi sizlə paylaşmaq istəyirəm. Və hər bir Azərbaycan və Türk aktivistinə dərindən düşünüb daşınmasını rica edirəm. O qədər önəmli bir məsələdir ki, ciddicə düşünməsək, tarixən xalqımızın qarşısında sorumsuz tanına bilərik. Əsas məsələ mənim bugün ifadə etdiyim fikirdə güc toplama faktorudur. Yəni, nə edə bilərik ki, ən geniş vasitədə Türk xalqının gücü həm Güney Azərbaycanda, həm ümumiyyətlə İranda və özəlliklə Tehran və Kərəcdə bir bütün güc kimi meydana gəlsin və o bütün güc kimi eləyə bilsin mərkəzi devlətin çevriliş anında eləyə bilsin Türk xalqına lazımi və olasılı bir haqqı qazandıra bilsin. Yəni, əsas faktor bu fikirdə Türk xalqının gücü harada toplana bilir? Türk xalqının gücü necə düşünürsək, hangi teori əsasında əməl edirsək, daha geniş və güclü vasitədə bir araya gələ bilər, bir adın altına yığışa bilər və güclücə İranın siyasi dəyişikliyində bir rol oynaya bilər deyə düşünmək lazımdır. Buraya gəldiyində sözümü istiqlalçı kəsimə döndərib, əcəba istiqlaliyyəti yasa dişi, yəni qeyri-qanuni yolla ələ keçirmək istəyirik.
Yoxsa yox, istiqlalı yasal yolla, yəni qanuni yolla ələ keçirməyə çalışırıq. Bu iki düşüncə ciddicə bir-birindən fərqlənir və ciddicə də Türk xalqının hərəkatına etki buraxır. Yəni bu düşüncə tərzi və ya bu teorinin əsası olasılığa, imkan daxilində gerçəkləşməyə mümkün olmasına dayanır. Yasa dişi istiqlaliyyət aramaq, yəni qeyri-qanuni yolla istiqlala getməkdə xalqı qərar verici bir durumda olmur. Yəni, deyək Azərbaycanda istiqlalçı güclər çox gücləndilər və qanun dişi istiqlal istəyirlər. Yəni, ölkənin anayasasında bir hüquqa, bir qanuna dayanmadan istiqlaliyyət istəyirlər. Belə bir yasa dişi istiqlaliyyətə xalq qərar verə bilməz. Bir bölgədə bir siyasi güc gəlib, yasa dişi, qanundan xaric istiqlaliyyəti elan edirsə, orada xalq deyil, bəlkə xarici dövlətlərin o istiqlal elan etdiyi dövləti rəsmiyyətə tanırsa, o dövlət rəsmiyyətə tanınır. Məsələ deyək, Güney Azərbaycanda belə bir şərait qabağa gəlirsə, Türkiyə, Azərbaycan, Rusiya, Amerika, Əraq, Pakistan və ya Avropa dövlətləri o dövləti rəsmiyyətə tanımaq vasitəsi ilə o dövlətə rəsmiyyət verirlər. Yəni, xarici güclər o dövləti rəsmiyyətə tanımaqla o dövlət rəsmiyyətə oturur, eləyə bilər həyatına davam etsin. Yəni nə? Yəni, yasa dışı istiqlal tələbini xalqın qərarı yox, bəlkə xarici dövlətlərin qərarı ilə gerçəkləşə bilir. Bir tərəfdən də yasa dışı istiqlaliyyətə getmənin ziyan və zərərləri yalnız bu deyil ki, xalq o istiqlala qərar verə bilməz. Eyni halda başqa və böyük ziyan verici bir yönü də var. Və o da Azərbaycanda və İranda Türk xalqını parçalayır. Niyə? Çünki Güney Azərbaycanda hamı istiqlal istəmir ki. Və ya bütün İranda Türklər istiqlal istəmir ki. Ona görə həm İranda və həm Güney Azərbaycanda siyasi güc parçalanır. Və parçalanmış bir siyasi güclə, bir də yasa dişi bir şivə ilə istiqlaliyyət əldə oluna bilirmi? Qoyun burada bir mühüm faktora işarə edeyim. Türk xalqı İran çapında %40'ı təşkil edən bir xalqıdır. Amma bu 40%, yəni 32 milyon insanın Azərbaycan ərazisində, yəni Azərbaycan qərbi, şərqi, Ərdəbil, Zəncan və hətta Həmədan belə 10 milyondan 12 milyon insan yaşayırlar ki, əlbəttə hamısı da Türk deyirlər. Deyək 11 milyona qədər Türk xalqı Güney Azərbaycanda yaşayırlar. Halbuki Azərbaycandan xaric Tehran, Kərəc və İranın başqa bölgələrində 22 milyon Türk Azərbaycandan xaricdə yaşır və Azərbaycan Türk Milli Hərəkatı bu 32 milyonun gücü və potansiyelindən öz haqlarını əldə etməyə çaba göstərmək lazımdır. Halbuki yasa dışı istiqlal istəyən güclər bu 22 milyon Azərbaycandan xaricdə yaşayan türkləri potansiyelin və gücün nəzərə almır heç. Hətta Azərbaycanın öz içində o 12 milyon yaşadığı insanın da gücü ilə bərabər istiqlala getmir. Yasa dışı istiqlal tələbində. Çünki orada hamıki istiqlaliyyət istəmə tələbi yoxdur. Ona görə Azərbaycanın parçalanmış gücü ilə istiqlaliyə getmə də əlbəttə o hərəkatın sonuçsuz qalmasına bir işarətdir. Amma istiqlaliyyəti yasal vasitə ilə, yəni qanuni vasitə ilə arayanlar tamamilə fərqli bir alanda çaba göstərirlər. Amma yasal istiqlaliyyət aramada, yəni qanuni istiqlaliyyət aramada ilk öncə istiqlaliyyət haqqı anayasaya girməlidir ki, müsait bir şərait gəldiyində Güney Azərbaycanın Milli Məclisinə istiqlaliyyət referendumunun layihəsini versinlər və o layihə qəbul olduğunda xalqı istiqlal referendumunu götürsünlər. Tamamilə Kanadanın Quebecində və ya İngilisin İskoçunda keçən hadisələr kimi. Referenduma gedir, %51'i alırsa istiqlaliyyəti keçir. Almırsa o çərçivədə devam edir və istiqlalçı partiyalar da fəaliyyətinə devam edirlər. Hətta o son zamanda istiqlalçı partiyaların üstün rəy gətirməklə Quebecin federal dövlətini idarə edirlər. Amma istiqlala yasal vasitə ilə keçmək, yəni qanuna dayanaraq keçməyi düşünəndə türklərin siyasi gücü
çok geniş vasitede bir araya gelir, toplanır. Bir çatının altına hatta gelir. Çünkü yasal vasıtayla istiqlala geçmeye düşünende sen İran anayasasının yazılmasını təsir etmeye çaba göstereceksen. Orada ister istemez yasal istiqlala geçen kesimlerle federal veya İran içinde Türk meselesinin çözümüne inananlarla bir araya gelirsen. Çünkü hem federalçılar ve hem umumiyette İran'ın içinde Türk meselesine çözüm bulanlar da anayasada en yüksek seviyede qeyri-fars xalqların ve hususen Türk xalqının hak ve tələblərini gedərməyə çalışacaklar. Bu vasıta ile, yasal vasıta ile istiqlaliyyəti arayan kesimle İran içinde Türk meselesinin çözümüne inananlar bir araya gelip ve əməldə birləşirlər. Yani o 40% İran'ın rejim değişikliğinde müessis meclislerine girmesi ve orada ciddice İran'ın gelecek anayasasına təsir koyması ve o adın çəkdiyimiz hakları o anayasaya yerleştirmesine bir önemli yol açır. Bildiğiniz kimi Türk xalqı geçen yüzyılda asimilasyona, baskıya, əzilməyə məruz qalmış bir xalqıdır. Ona göre bu əzilmiş ve bastırılmış xalqı əlindən gəldikcə geniş vasitədə bir güc İran səviyyəsində əldə etməlidir. Yalnız Güney Azərbaycan səviyyəsində yox, bəlkə İran səviyyəsində türklərin siyasi gücünü, səsini, oyunu toplamalıdırlar və o vasitə ilə gələcək müəssis məclisdə ciddicə bir etki buraxmalıdırlar. Ama dikkat edin ki, bu teori çərçivəsində yalnız türklər deyirlər ki, İran'ın gelecek anayasasında qeyri-fars xalqların haklarını getirsinler. Orada başka bir güc de bizim gücümüze karışır. Ərəblərin, Kürdlərin, Bəluçların, Lorların, Giləklərin, əzilmiş kəsimlərin və hətta Fars kəsimindən az da olursa demokratların bir araya yığışmasıyla o anayasaya ciddi təsir edib və orada demokratik hakları, federalizmi ve milli bölgelerin hakkı yerleşmeye bir güc elde olur. Geniş bir güc. Bu vasıta ile benim dediğim fikrin esasları ortaya gelir. Bildiğimize göre Azerbaycan'ın istiqlalçı təşəkküllərinin yüksek çoxluğu yasal istiqlal arama tərəfdarıdırlar ve gerçek bir federalizmin İran'da kuruluşundan himayet edirlər. Önemli ve esas olan yasal istiqlalı arayanlarla İran içinde Türk meselesine çözüm arayanlar bir çatının altına yığışsınlar, birleşsinler ve o vasıtayla İran'ın merkezinde giden siyasetlere müəyyən derecede aktifce iştirak edip təsir bıraksınlar. Mesela bugün istiqlalçı təşkilatlar işbirliği merkezinde bir araya gelmişler. Ama bu birlik İran'ın merkezinde giden kimseyle danışmır. Tamamen izole bir formada faaliyete devam edir ve İran'ın önemli olan merkezinde giden gedişata təsir ve etki bırakmasından gafildir. Yani istiqlaliyyət platformu ile merkezle danışma olmaz. Yani o işbirliği merkezli çabası bugün istiqlaliyyət teorisiyle merkezine müzakireye girebilmez, danışabilmez, əlaqəsi olabilmez ve əməldə yani ister istemez o strateji onu bir izole halda hayatına devam ettirme mecburiyetinde koyur. Ve o da əmələn lazimi etkini bu birliğin elinden alır. Ama dediğim gibi yasal vasıtayla istiqlal arayanlarla federalizm veya İran içinde çözümü arayanlarla bir araya gelirsen bugün müzakirə tərəfi olabilir. Bugün Amerika ve Avrupa devletleri İran muhalefetiyle müzakirədədirlər. Acaba bu devletler istiqlalçı işbirliği merkeziyle müzakirə girərlər mi? Hiç zaman. Çünkü uluslararası hukuk devletlerin bütövlüğünden himayet edir ve ele ona göre de istiqlaliyyət esasında faaliyet etme bugün İran rejiminin değişmesinde onları umumiyette siyasi saheden uzakta saklayıp ve inzivaya sürüklüyor. Sözümün sonu budur. Federal kesim veya İran içinde Türk meselesine çözüm arayanlarla yasal yolla istiqlal arayan istiqlalçı təşkilatlar arasında bir ortam, bir birlik yaranmalıdır. Birliğin məqsədi radikal federalizmi İran'ın gelecek anayasasına yerleşmesi, bölgelerin ayrılma hakkı, o anayasaya yerleştirmesi
və İranda geniş vasitədə bu radikal federalizmlə İran çapında bir müəyyən demokratikləşmə sürəcinin genişməsinə yardım etməlidir və bu vasitə ilə Türk xalqının gələcək qurmaq üçün manovruna şərait yaratmalıdır. Bu gücsüz durumumuzda, bu təşkilatlarımızın zəif durumunda, bu mediasızlığımızda və ən önəmli olan bu siyasi böhrani şəraitdə ki gedir İranda siyasi geniş bir dəyişikliyə yol açsın, bir arada olmağımız şərtdir. Belə bir birliklə həm mərkəz qruplarla, həm başqa xalqların hərəkətləri ilə, həm xarici dövlətlərlə, həm beynəlxalq orqanlarla müzakirəyə, danışığa, hətta iş birliyinə girmək olar. Dediyim kimi, əcəba bu siyasi gedişatın ortamında olmaq istəyirikmi, istəmirikmi? İstəyiriksə, bu birliyin formalaşmasından başqa yol varmı? Bugün uluslararası İran müxalifəti ilə müzakirələrin içində olmalıyıq və bu vasitə ilə İranın gələcəyinə və xalqımızın uğur qazanmasına ciddicə bir fəaliyyət içində bulunmalıyıq. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.